Vaxtı istəyir uşaqlar. Deməli, toplu 2019-dan müxtəlif üsulların köməkliyi ilə vurğuları ayrılmadan bəzi suallarımız qalmışdı, bir neçə sual. Onların həllinə başlayaq. Deməli, qələmi düzəldim bir dəqiqə. Hə, 51-ci sualdan başlayaq. Deyir ki, x çıxaq 7-nin kvadratı çıxaq 16 çox əzim vurğuları A. Yazaq da A bərabər. Vurğuları ayıraq. X çıxaq 7 çıxaq 4. X çıxaq 7 üstə gələk 4. Bu da bərabərdir. X çıxaq 11. X çıxaq 3. Deməli, A çoxluğu budur. Yaxşı, B çoxluğununki isə X kubu çıxaq 8X kvadratı üstə gələk 15X. İlk növbədə x-i çıxardaq, x kvadrat çıxaq 8x üstə gələk 15 bərabərdir. İndi isə x kvadratı çıxaq 3x çıxaq 5x şəklində parçalayaq 8-i və bərabərdir. X vuraq bu ikisindən x-i çıxardıram, x çıxaq 3, bu ikisindən də mənfi 5-i çıxaq 5-i eləyir x çıxaq 3 və belə bir vurğulara ayrılmalıdır. Çıxaq 3 vuraq x çıxaq 5. Deməli, bu da oldu B. Yadda saxlayaq. A da buradadır. C-yə baxaq. C də belə x kvadrat çıxaq 25. Bu da x çıxaq 5. X üstə gələk 5-dir. İndi isə diaqramları çəkirik. Deməli, bax, bu A, bu B'dir. Bax, bu da olsun C. A, B, C. Yaxşı, A ilə B-nin ortaq vurğu x çıxaq 3-dür. Yalnız A-ya aid olan x çıxaq 11. B ilə C-nin ortaq vurğu x çıxaq 5-dir. Yaxşı, B-ninki x çıxaq 3, x çıxaq 5, burada ortada bir dənə x-dır. C-də isə x üstə gələk 5-dir. Deməli, nə deyir? Deyir ki, ayrım və element diaqramları doldurun. Heç nə doldurduq. Budur. Yaxşı, keçək növbəti sual, 53-cü sual belədir uşaqlar. Deyir ki, söhbət sualdan gedir. Diaqramda verilənlərə görə x üstü A, B üstü C, x üstü D. Deməli, 53 belədir. X üstü A, çıxaq B üstü C, vuraq x üstü D. Baxaq görək A nədir? A bərabərdir 6-dır. B bərabərdir 8-dir. C bərabərdir 2-dir. D bərabərdir 3-dür. Onda nə alınır? X üstü A. Yəni, x üstü 6 çıxaq B üstü C. Yəni, 8-in kvadratı. Vuraq x üstü D. Yəni, x üstü 3. İfadəsinin vurğuları ayırın. Ayıraq da x kubunu çıxardıram. Burada x kubu çıxaq 800'dür. Bu da 2 üstü 6 kimi yazmaq olar bunu. Bərabər. Onda x kubu x çıxaq 2 kvadratdır. Belə deyək də 2 üstü 6 kimi eləməyək. Bir qədər bircə dəqiqə 2 üstü 6 kimi yazmayaq. Gəlin bunu belə eləyək. Yazaq 64'dür. Yəni 64 də 4'ün kubu kimi. Birbaşa 64 yazaq, ondan sonra yazar. Yaxşı, olsun 64. Bu da bərabərdir. X kubu vuraq, x çıxaq 4.
X kvadrat üstə gələk 4x üstə gələk 16 kimi. Bəs sal. Qruplara ayırma vəziyyəti bundan ibarətdir. Yaxşı, 55-ə baxaq. Söhbət bundan gedir. 55-ci sual. Deyir ki, A bərabərdir. X kubu üstə gələk 3x kvadratı çıxaq 4x çıxaq 12. Bir də baxaq x kub 3x kvadrat. Qruplara ayıraq. X kvadratını çıxardıram. Bax, bu ikisindən eləyir x üstə gələk 3. Mənfi 4'ü çıxardıram. X üstə gələk 3 bərabərdir. Sonra isə x üstə gələk 3. X kvadratı çıxaq 4. Bu da nə deməkdir? X üstə gələk 3. X üstə gələk 2. X çıxaq 2. A-nın qruplara ayırmış vəziyyəti budur. Keçək B-ninki nədir bəs? B də belədir. Deyir ki, B də bərabərdir. X kvadratı üstə gələk mx üstə gələk 3 şəklində. Yaxşı, onda deməli bura nə? X üstə gələk 2x çıxaq 2 bura oldu. X üstə gələk 3. X üstə gələk 3. Yəni, bu deməkdir ki, bu çox hədinin köklərindən biri mənfi 3-dür. Yəni, vuruqlara ayrılanda bunun vuruqlarından biri x üstə gələk 3-dür. Onda x bərabərdir mənfi 3-dür. Yəni, mənfi 3 yazsaq, x-ə gələk 3'ə çevrilməsi üçün də 3'ü yerinə yazanda, mənfi 3'ü bunun yerinə yazanda 0'a bərabər olmalıdır. Gəlin baxaq. Deməli 9 çıxaq 3m üstə gələk 3 bərabərdir 0, 3m bərabər 12, m bərabərdir 4 olmalıdır. Onda B nə vəziyyətə gəlir? X kvadrat üstə gələk 4x üstə gələk 3'dür. Bu da x kvadrat üstə gələk x üstə gələk 3x üstə gələk 3. Bu da bərabərdir x üstə gələk 1 üstə gələk 3, x üstə gələk 1. Bu da bərabərdir x üstə gələk 1, x üstə gələk 3 şəklində. Deməli, C 3'dür burada. C bərabərdir 3'dür. A da bərabərdir 1'dir. M neçədir? M-dəki 4'dür. M-də 4'dür. İndi bizdən nə soruşur? M üstə gələk A, üstə gələk C. M deməli 4'dür. 4 üstə gələk A, yəni 1 üstə gələk C. 3 cavab 8 eləməlidir. Sonuncu 57-ci sual. 57-ci sual belə. Deyir ki, Euler-Venn diaqramlarında A çoxluğunda deməli x kvadrat üstə gələk bx üstə gələk c, B çoxluğunda isə x kvadrat üstə gələk mx üstə gələk n. Deməli bm üstə gələk cn ifadəsinin qiymətini tapır. Deməli A nədir? O A bərabərdir, x çıxaq 5, x üstə gələk 2'dir. Bunda vurub atsaq x kvadrat çıxaq 3, x üstə çıxaq 10 alacaq. Çıxaq 10. Bu belə. Bəs bu nədir? Bu da bərabərdir. Gördüyünüz kimi nədən bilirik? A-nı görürsünüzmü? 2'dən vuruqdan ibarət. X çıxaq 5, x üstə gələk 2. Eləcə də B nədən ibarətdir? X üstə gələk 2, x üstə gələk 7'dən ibarət. Bunu da vurub açanda x kvadrat üstə gələk 9, x üstə gələk 14 alır. B də budur. İndi fikir verin. Yerinə yazmaqla bilə bilərik. Burada onda A nə olur? A yox, daha doğrusu B. B nəyə bərabər olur? B bərabər olur mənfi 3'ə. C bərabərdir mənfi 10'a. M bərabərdir 9, N də bərabərdir 14'dür. Bizə də nədir? BM üstə gələk CN. Yəni BM nədir? Mənfi 3 vuraq 9, çıxaq 10 vuraq 14 də ki, belədir.
-27 çıxar 140, bu da -167. Bu qədər uşaqlar, sağ olun, növbəti bölmələrdə görüşənə qədər.